birinci sualımıza baxaq. Sual belə idi. Ədədin tək natural bölənlərinin sayı ən çox düşən məşhur suallardandır. Necə işləyirlər onları? Tək natural bölənlərinin sayı deyəndə təkin dərəcələri ilə işləyirlər. Məsələn, ola bilər 2 üstü 4. Tək natural bölənlərin sayı deyəndə cütü unut, təkin dərəcəsi ilə işlə. Natural bölənlərin sayı düsturu nə idi? A plus 1, B plus 1, C plus 1-dir. Baxın, 5 üstə 1 gəlirsən 6, 7 üstə 1 gəlirsən 8. 6 vur 8 demək 48 dənə tək natural böləni var. Cüt deyəndə isə müəllimlər 2-yə bölüb, sonra başlayırlar. Əlinizin altında nə qalsa o ilə natural bölənlərin sayını tapmağa. İndi sizə sual gəlir. Sual belədir. Cüt natural bölənlərinin sayını tapın. Buyurun. Bir tane de bir nəfər stop deyəcək. Bir nəfər. Yazıblar, nə oldu, dərs var. Stop müəllim. Bitirdik müəllim. Stop. Deməli, müəllimlər, gəlin birinci mən sizin üçün təki tapım, sonra cütü taparıq. İndi eləyək müəllimlər. 5-in kubu vurulsun 30 nə deməkdir? 5 vuraq 6 deməkdir də. Yəni 5 vur 2 vur 3. Vuraq 2 üstü 4. Bu hala gətirib səliqəli yazmadan siz natural bölənlərin sayını tapanmazsınız. 5 üstü 4 vurulsun 2 üstü 5 vurulsun 3. Tək natural bölənlərin sayı desəydi, təkin dərəcələri ilə işləyərdiniz. Olardı 5 vuraq 2 10 dənə. Amma cüt natural bölənlərin sayını soruşmuşdum da mən sizdən hələ. Mehbar Məmməd. Cütü soruşmuşdum. Cüt dediyinə görə müəllimlər. Sabahı müəllimlər. Sabahı. İkinci danışıq biz zamanında. Baxın, cüt natural bölənlərin sayı deyəndə 2-yə bölürlər, sonra başlayırlar işləməyə. 2-yə bölürsən, əlinin altında nə qalırsa onlarla işləyirsən. Məsələn, mən 2-yə bölürəm. Yazılır nə? 5 üstü 4, vuraq 2 üstü 4, vuraq 3. Elə mi? 5 vur 5, vur 2. 50 cavabı tapmışdınız. Bəli. Ay sağ. Deməli, cüt natural bölənlərin sayı deyəndə 2-yə bölürsən, əlin altında nə qalırsa onu işləyirsən. Bir də bax, müəllimlər, məşhur suallardandır. Məsələn, gəlin işləyəyin, nələr düşə bilər. Bax, onlara baxacaq. Məsələn, bax, bu sual məşhur suallardandır. Bunu işləyin, zəhmət olmasa. Bitəndə bir nəfər təmsilçi kimi stop desin. Çox səs-küy yaranmaz. Məsələn, Mehbar müəllimə qrupun vəziyyətinə görə stopu siz deyəcəksiniz. Hətta mən deyirəm ki, müəllimlər, natural ədədlər dərsini bəlkə 2 gün, yaxud 3 gün dal təkrar edəyin. Hə, Mehbar müəllimə? Natural Bəli, müəllim, olar. 3, çünki oradan 3 dənə sual gəlir. Özü də böyük dərsdir. Yəni, bir dərsin dərsi deyil həmin mövzu. Hə, müəllimlər? Mehbar müəllimə, bunları necə eləyəcəyik? Parça-parça, hissə-hissə eləyəcəyik. Parça-parça bölüb hesablayasınız. Məsələn, baxın, görün necə. N kubu bölək N kvadratı. Çıxılsın 3N kvadratı bölək N kvadratı.
Üstə gəlsin 36 böl n kvadrat. Yəni bu tip sualları parçalamasanız sizin üçün çətinlik yaradacaq. Bunları çıxartdıq. Oldu n minus 3n. Üstə gərək 36 bölək n kvadratı. İfadəsinin qiyməti, sual nə idi orada? Neçə tam qiymətində tamdır? 36-nın bölənlərini düşünəcəksiniz, amma tam qiymətləri almalıyıq müəllimlər. 36-nın amma n kvadratıdır. 1 ola bilər bunun yerində. 2 ola bilər. 2-nin kvadratı 4-dür. 3 ola bilər. 3-ün kvadratı 9-dur. Çünki 36 9-a bölünür. 4 ola bilər. 4 olanmaz, amma 36 16-ya bölünmür. Bir də 6 ola bilər. Amma plus minusla müəllimlər. Həm mənfisi, həm müsbət. Həm mənfi, həm müsbəti. Deməli, n-in neçə tam qiymətində? 8 dənə tam qiymətində cavab tamdır. Cavab C variantı. Yəqin ki, almışdınız, Bəli, müəllim. Ben Bəli. kvadratsız götürmüştüm bölenlerini. Saçmış. Yox, diqqətli olun. Bax, o da mən sizin diqqətinizi yoxlamaq istəmişdim. Aha, yaxşı. Gəlin işləyək. Müəllimə, birincidə axı n-in kubu bölmüş n kvadratdır. O ixtisar getmir axı. Yox da n kvadrat. Mənim gözüm getməsin də, onsuz da bizdən soruşur ki, neçə qiymətində tamdır. Nə dəxli var ki, getdi n qaldı da müəllimə bax, qoy geri qaytarım. Gördünüz, n minus 3. Burada müəllime bəs 3 qalmalıdır mı təkcə? 3 hen yox. 3 qalsın, olsun 3, problem yoxdur. Nə, onsuz da tam alınacaq. Burada texniki olaraq mən bunu yazdım. Arzu 3 qalır. müəllim, deməli kvadrat olanda onda plus minusla götürürük. Əlbəttə, deyir neçə tam qiymətində ifadənin qiyməti tamdır. Naturaldır demədi ki. Tamdır Bəli, deyir, bəli. mən də verirəm mənfi 26 müsbət, yəni istənilən halda ödəyir. Amma bəzən elə hallar olur ki, deyir neçə natural qiyməti naturaldır. Gərək onda yoxlayasan ki, hesablayanda həqiqətən natural alacam, yoxsa yox. Bax, onda Bəli. diqqət. Arzu müəllimə, Arzu müəllimə, Yerinə qoyuruq da onu, elə deyil. Arzu müəllimə. Yerinə Ancaq qoyulmuş, ədəd- yerinə qoyulmuş. Ay gözəl insanlar, bunları bir-birinə bölürsən, 36-nın tam bölənlərinin sayını tapırsan. Tam bölənlərin sayı 1-dir. Məsələn, yerinə qoyanda bəli, 1-in kvadratı 1-dir, 2-nin kvadratı 4-dür, 3-ünkü 9-dur. Və hesablayanda görürsən ki, onsuz da tam qiymət alır da, heç bir problem də yoxdur. Bəli, natural dediyiniz Müəllimə. əlbəttə ki, yerinə qoyub sağa baxacaqsınız ki, görəsən ki, həqiqətən natural aldınız yoxsa yox. Yəni yerinə bəli qoyub yoxlamalısınız. Gözəl müəllimə, Arzu müəllimə, Bəli. Bəlin Şirin Bal. Birincini təzədən izah edə bilərsiniz. Biraz amma yavaş. Yavaş deyin, başa düşün. Birinci ay mənim. Hansı birinci mənim? Birinci mən nə demişdim? İndicə birinci. İndi birinci eləmişsiniz, axırına çat baxdım. O Birinci tamam. sual. Müəllim, Bundan yox, qabaq. bölənlərin deyil müəllimə. Bu Nə? bölənlərin sayı. Bəli, Bölənlərin bundan qabaq. Mənim tək natural bölündü, bilmirəm hansı misal dedim, orada özümdən dedim mən misalı. Tək natural bölənlərin sayı deyəndə təkin dərəcəsi ilə işləyirlər. Cüt natural bölənlərin sayı deyəndə 2-yə bölüb sonra başlayıb işləyirlər. Yəni əlinizin altında nə qalırsa onunla işləyirsiniz. Məsələn, bir misal deyim sizə. 5-in kvadratını misal. vuraq 3-ün kubu, vur 2. Müəllimə, tək natural bölənlərin sayı deyəndə təkin dərəcəsi ilə işləyin. 3 vur 4, 12 dənə. Bilirsiniz niyə 3 vur 4 müəllimə? Çünki natural bölənlərin sayı düsturu A plus 1, B plus 1, C plus 1-dir. Yəni 2-nin üstə 1 gəlmişəm 3 eləyib, 3-ün üstə 1 gəlmişəm 4 eləyib. Aydındır müəllimə? Hə, təklə deyəndə təkin üstlərinə 1 gəlir. Hə, aydın oldu. Müəllimə, Cüt normal deyəndə natural müəllime 2'ye git. 2-yə bölürsən, sonra əlinin altında nə qalır, onunla işləyirsən. Tarı rehdə. Maraqlıdır müəllimlərimizdən çoxu niyə qoşula bilmir şey ki, mən atmışam axı neytimizi. Yazıq görüntü yox. Burada tək dərəcəni hesabladınız yoxsa cüt? Baxın, birinin üstə Kəsəcək hesaba veririk. Müəllimlər, tək natural bölənlərin sayı deyəndə təklərin dərəcəsi ilə işləyirlər. Cüt natural Hə, bölənlərin əsası tək olan ədəddən söhbət gedir də. bəli, əsası tək. Bəli. Təklərin Başa. dərəcəsi ilə. Cüt olanda 2-yə bölürsən, əlin altında qalıb onlarla işləyirsən. Yaxşı, gəlin baxaq.
Lap belələri də gəlməz. Məsələn, bunu işləyin görüm. Baxın. Tək soruşur. Yəni O nömrə sual doğru 13. işdir, yoxsa 13,3, Yox, 3,5? nömrə 13-cü Hazırdır çalışma mənim. nömrə. 13-cü çalışmanın nömrəsi 13-dür. Mən sizə seçmə suallar verirəm də. Sonra başqa suallar da gətirəcəm ekrana. Nə cür suallar gələ bilər? Olsun ki, orada rəqəmləri dəyişib verəcəklər. Müəllim, bu əlinizdə indi olan PDF var. Bunu göndərin qrupa, mən bütöv işləyim də. Qəşəng suallar var orada. Hə, əjdaha suallar var, burada necə görməliyəm. Müəllim, göndərin də. Baxıram belə xoşuma gəlir. Bunlar sadədir. Bir mürəkkəblərini işləmək istəyirəm. Siz işləyərsiniz, atacam, yaxşı. Amma bu kəsərdə Aldım. lap mürəkkəbi gəlməyəcək də mənim. Deyir, natural bölünənlərin neçəsi təkdir. Müəllimlər, təkdir dediyindən görə təkin dərəcələri ilə işləyirlər. Bax, 5-in üstə 1 gəlirsən 6, 6-ın üstə 1 gəlirsən 7. 7, 42. 42 dənə tək natural. Amma desəydi ki, məsələn, bax, sualıma qulaq asın, xahiş edirəm, orada səs-küy salmayın. 5-ə bölünməyən natural bölənlərinin sayını tapın. 5-ə bölünməsin. Bölünmə. Dəfələrlə demişəm bunun qaydasında. Yazdım mənim. Qoy qrupu da nəzərə Müəllim. alın. Stop müəllim. Aha. 5-ə bölünməyən natural bölənlərinin sayı dediyinə görə burada, yəni mənim 5-dən zəhləm gedir. Bölünməyən sözü deyirəm. Zəhləm gedirsə, müəllimlər, bunu tulluyursan, 50-nin altında nə qalır, ondan işləyirsən. 5-in üstə 1 gəlirsən 6, 7-in üstə 1 gəlirsən 8, cavab olur 48 dənə. Bölünməyən deyəndə, yəni zəhləm gedir. Bəs yaxşı, desəydi ki, məsələn, oradan qışqırmayın ha, bax, diqqətli olun, qoyun hamıya. 5 üstü 7 vuraq, 3 üstü 4. Sual belədir ki, 3 olmasın, 7 üstü 4 olsun. 5-ə bölünən natural bölənlərinin sayını tapın. 5-ə bölünən. Bax, bu dəfə 5'e bölüp sonra natural bölünür. 5-ə Səkkiz. bölünən deməyin yerdən. Qoyun görək nə təkrarlayıb bu müəllimlər. Kənar səsləri bağlayın, xahiş edirəm. Yoxsa Zoom dərsi aça bilməyəcəyik. Hazırdır mənim. Aha, deməli, müəllimlər, mən dedim 5-ə bölünən. Bu dəfə bölünməyən demirəm ki, bölünməyən desə demək zəhləsi gedər. Amma mən dedim 5-ə bölünən. Ona görə də bu ifadənin qiymətini 5-ə bölürsünüz, sonra başlayırsınız işləməyə. 5-ə bölündən sonra əlinizin altında nə qalır? 3 üstü 6, vuraq 5 üstü 6, vuraq 7 üstü 4. Yaxşı müəllimlər? Bunu işləyirsiniz. Yəni 7 vur 7 vur 5. Hamıya aydındır elə bu qaydalar. Çox güman təkrarlamışdınız da dərsidə, eləmi? Bəli, təkrarlamışdım. Müəllimə, mən bunu başa düşmədim nəsə. O 5-ə böldük üstləri. Müəllimlər, O 5-ə qüvvət bölünən, üstləri. bax, yadınızda saxlayın, 5-ə bölünən deyirsə, 5-ə böl, sonra başla işləməyə, qutardı getdi. Yaxşı? 5-ə böl, sonra başla da işləməyə, 5-ə bölünən. Amma bölünməyən deyəndə, müəllimlər, bölünməyən yazın ora ki, zəhləsi gedir. Yox, Yəni tuluyla. bölünən deyəndə hansına deyirdiniz? Bunda hamısını belə bölməliyik. 5-ə desə 5. Lap 45 desə 45-ə böləcəksiniz. 45-ə, 80 desə 80-ə böləcəksiniz. Yəni Yaxşı? bir dənə onu zəhmət olmasa nümunə üçün izah eləyində yazılı şəkildə. Mən beynim nəsə bir qarışdı. Bizə də O birisiləri yaza bildim, nəsə bunu yazamadım. Məsələn, müəllimə, deyim də sizə. Məsələn, deyirəm ki, tamam, bax, Nigar müəllimə, çox qəşəng sınaqlardır ya bunlar. Ehtimalı böyükdür bunların. Deməli, Ona görə deyirəm.
atan qrupa bunlar işləyər. Ataram. Var məsələn, mənmə. 5-ə bölünən deyirəm elə. Hələsə lap sadəsini verirəm ha. 5-ə bölünən. Nəyin adını çəkdim? 5-in. Götür 5-ə böl də başa dönüm. 5-ə böl. Əlin altda nə qalır ondan işlə də. Başa düşdünüz müəllimlər? Əlimizin altda nə qalır? 5-in kvadratı. Vur 3-ün üstü 4. Vur 7-in kvadratı. Ondan sonra natural bölənlərin sayını tap. 2 üstə gəl 1, 3. 4 üstə gəl 1, 5. 2 üstə gəl 1, 3. 45 dənə natural böləni var imiş. Yəni 5-ə bölünən. Aydındır müəllimlər? Bəli qızım, bəli. Bəli, mən aydındır. Lap 38 desəydi götürüb 38-ə bölərdiniz. Nə bilim 90 desə 90-a bölərdiniz. Mən ən məşhur sualları deyirəm sizə. Xahiş edirəm, amma səs salmayın nə olar. Bax bunu sakitcə işləyirsiniz. Bir dənə bunu işləyin. Deməli 3 işləyəcəksiniz. 6-nı işləyəcəksiniz. 3, 6. O bilər işləməyinizə ehtiyac yoxdur. O bilər işləyər 3 ili tamam olanlar. Onlar üçün daha sualdır. 3, 6. Səssiz də işləyir. Belə deyək də tempi budur. 15-ə bölürsən 10, 12-yə bölürsən 7, 8-ə bölürsən 3. Əkobu tapıb oradan 5-i çıxırlar. 15, 12, 8-in əkobu deyim də sizə 60, 120-dir. 120, 120-dən də çıxırsan 5-i, o da eləyir 115. Səhv etmirəmsə düz yazdım. O 115. 115-in də kvadratda, rəqəmlərin kvadratı cəmi 1-in kvadratı, üstə gəl 1-in kvadratı, üstə gəl 5-in kvadratı. Nə qədər elədi müəllimlər? 27. Aydın oldu mu? Mən bura kimi aydın oldu. Bax, axırıncı nereden yazdınız? Birin Bacanım kvadratı. gözüm. 115 almadıq. Deyir ədədin rəqəmlərinin kvadratları cəmi. Müəllim, 6-cı sinifin güvən kitabında bu testlərdən nə qədər var? Uje 6-ya kimi düşürdü bunlar. Hə, deyirəm də çox veriblər. Hətta mən Bəli, mövcud 6-cı sinifdə liseylərə işlətmişəm bunu. hazırlıq kitabında müəllimə bunlardan Lisey güvəndə müəllim, güvəndə heç lisey hazırlığa ehtiyac yoxdur, güvəndə. Bəli. Yaxşı. Getdik müəllimlər. Gedək bir azca da qabağa. Güzel olsaydı bunu işləyərdik biz də müəllim. İndi olacaq müəllimə. Gələcək indi bu tip suallar. Narahat olmayın. Bir də səbirli olun. Qoyun bunu da izah edeyim. Məsələn, İstəsəz bu tipdə bir dənə də verərəm. Qoy bir dənə bunu izah edeyim, özümdən verərəm bədahətdən. Nə problem var ki? Məsələn, müəllimlər deyir ki, bir qutudakı qələmlərin sayı 90 ilə 130 arasındadır. Hə, burada şərt qoyur ki, 90 ilə 130-un arasındadır. 3, 3, 6, 6, 7 ya da qruplaşdıranda 2 qələm alınır. 2 qələm artıq alınır. Qutuda neçə qələm var? Deməli, siz əkob tapacaqsınız, amma oradan üstə 2 gəlməyə hələ ki tələsməyin. Bu tiplərdə aralıq şəklində verəndə bəri başdan üstə 2 gəlmək üçün tələsmirsiniz. Əkobunu tapırsınız. 3-ün, 6-nın, 7-nin əkobunu tapırsınız müəllimlər. O da eləyəcək nə qədər? 42. Bəzən müəllimlər deyirlər ki, Arzu müəllimə, qoy 42-nin də üstə 2 gələk, eləsin məsələn 44. Gedək 90 ilə 130 arasında 44-ün misillərini tapaq. O düzgün yanaşma deyil müəllimlər. Deməli biz 3, 6, 7-nin əkobunu tapdıq 42. 90 ilə 130-un arasında 42-nin misillərini düşünək. 2 dəfə olmaz, 3 dəfə olacaq 126. Amma müəllimlər, axı biz dedik qalıq 2 olur da, 2 qələm artıq qalır. Üstünə də 2 gəlirsə 128. Yəni bu tiplərdə diqqətli olun. Bu axırıncı qalıq söhbəti var ha. Onu ən axırda üstə gələrsiniz. Bəri başdan eləməyin. Oldu müəllimlər? Cavab C variantı idi. Müəllimə, burada 3 var. Hə də Yəni müəllim? 3 dənə. Bacanım dedim. 3, 6, 7-nin əkobunu tapdım da müəllim. Bildim. 42 vur 3 hardan geldi 3. Müəllimə 42-nin misillərini tapdım da 90 ilə 136. Məsələn 42-nin bir misli 42-dir.
2 misli 84-dür, 3 misli 126-dır müəllimə. Həmin aralığa da düşdümü canım gözüm düşdü axı. Həmin civarda axtarışa çıxdım da müəllimə. Sonra devam verirəm. Sizə Yəni 8 126 oldusa bəs niyə 128 götürdük? canım gözüm axı deyir 2 qələm artıq qalır, bəs o qalıq Hə, üstündə üstünə mi gəldi. müəllimə axı? Yaxşı. Deməli, hə, bax, qəşəng sual budur. Müəllimlər. 9-cu sualı yazırsınız, qeyd edin. 9, 11, bax sizə düşə bilən tiplər 9, 10, 11 yox da doğrusu. 9, 10, 13 qeyd edin. 14, 9, 10, 13, 14. Vsyo, bəs sizin üçün bu qədər. 3 ildən gedən miqçilər isə bu sınaqların hamısını işləsələr əhal olar. Yəni ümumiyyətlə 3 ildən gedənlər 3 ildən, yəni söhbət miqdən gedir ha. Kim miqdən gedirsə, təzədən miq kimi hazırlaşıb getməlidir, belə deyək. Necə imtahan verib qəbul olmuşsa, elə də sertifikasiya imtahanı verəcək. Bir həftə yüngül olur miqdən. Bir həftə. Çox yox. Yəni bunlar bizə də gələ bilər. Müəllimə, sizə verdiklərim hə. Bəs niyə açmışıq biz bu canlı yayımı müəllimə? Sizə gəlməsə, niyə mən sizi yoraram ki, səhər tezdən? Müəllimə, bu axırıncı paylaşma yazdığımı, o əvvəlki o şeydə idi. Paylaşma yazdığımı səhərə yaxın yazmışam. Onu işlətmək istəsəz, amma bir dənə göz yazdım. Bəlkə gözümdən nəsə qaçıb, çünki yoxlayacağam onu hələ gün orada. Bir tane də stop deyin. Qrupun vəziyyətinə görə stopa baxaq. Sonra keçək izahlara. Mən kaydı dayandırıram. Amma sual izahında bir dənə xahiş edirəm yadıma salın ki, kaydı açımdır. Bax, burada necə edəcəksiniz? Məsələn, Dediniz yadıma salın, kaydı qoşumu. kaydı açdım mən narahat olmayın. Bir dənə nömrələri mənə deyirsiniz. Bax, toplu tipində sualdır. Gəlmə ehtimalı güclüdür. Deyir niyə? Deyir ki, qarşılıqlı sadə ədədlərlə. Yadınıza gəlirsə, biz topluluqda belə bir sual işləmişik əslində. 2x üstəgəl y bərabər eləyə bilməzsiniz 21-ə, o birini də 15-ə. Niyə? Çünki 21 ilə 15 qarşılıqlı sadə ədəd deyil. Ona görə də biz bunu ixtisar etməliyik ki, qarşılıqlı sadə olsunlar. 3-ə bölək 7, 3-ə bölək 5. Və siz rahatlıqla deyə bilərsiniz ki, 2x üstəgəl y 7 imiş. X üstəgəl 2y isə nə imiş? 5 imiş. Və mənə deyir ki, bunların cəmini tapın. Sistem tənliyi həll eləyərəm, tərəf-tərəfə toplayaram.
Toplayaram 3x üstəgəl 3y bərabərdir 13-yə. X plus y də eləyir 4. Yazmışdıq hə müəllimlər? Başa düşdünüz bunun mahiyyəti nədir? Bəli, müəllim. O mahiyyəti də Yəni onu çarpaz vursaq da 4 alınır da. canım gözüm çarpaz vursanız da sizə bir şey deyim də. 2x üstəgəl y elə müəllimə? Vurulsun 15 bərabər x üstəgəl 2y vurulsun Burada 21. Bax müəllimə. Müəllimlərin səhvi nədir? Götürürlər bax buna bir 21 deyirlər. Buna da 15 amma səhv edirlər. Səhv nədədir? Burada qarşılıqlı sadədət dediyinə görə 15 ilə 21-i ixtisar aparmalıydınız. Aydındır müəllimə? Qarşılıqlı sadə deyir axı. Ola bilər ki, sizi aldadardı. Orada həmin o cavabı vermiş olardı. Məsələn, toplayaram 36 eləyər. Hər tərəfə də 2-yə bölsən 18 cavabını vermiş ola bilərdi. Amma o düzgün deyil axı. Həmin ədədlər qarşılıqlı sadə ədəd olmalıdır. Sonra, məsələn, 10-cu tip sual deyir, onun 72 ilə 120-nin ortaq natural bölənlərin neçəsi mürəkkəb ədəddir? Deməli, ortaq natural bölən deyirsə, biz bunların birinci əvabını tapmalıyıq. 72 ilə 120-nin əvabını tap, sonra başla işləməyə. 72 ilə də 120-nin əvabı nə qədər edir qoyduğum da sizə? Səhv etmirəmsə 8 eləyir. Elə müəllimlər? 8 eləməlidir səhv etmirəmsə. 8-dir də, bəli, əvabı 8-dir. 24 değil. Yox, 8 yox, 12-dir. 12-dir. Düzdür? 24. 24 müəllim. 24, hə, 24, Ayşə, 24. İndi dayanın. 24-ü tapdım elə, əvabını tapdım. Neçəsi mürəkkəbdir? Neçəsi mürəkkəbdir deyirsə, 24-ü sadə vuruqlara ayırsaq, 8 vur 3 kimi ayırarıq da müəllimlər. 8 vur 3 kimi ayırsaq, deyir, ortaq natural bölənlərindən neçəsi mürəkkəbdir? Mürəkkəb natural bölənlərinin sayını tapmaq üçün siz ümumi natural bölənlərinin sayından çıxmalısınız sadəni və 1-i. Çünki bir nə sadə ədəddir, nə də mürəkkəb. Ümumi natural bölənlərin sayı 3 plus 1, 4 eləyir. 1 üstəgəl 1, 2. 4 vur 2, 8. 8 dənə natural böləni var. Verilmiş ədədin sadə bölənlərinin sayı deyəndə neçə müxtəlif sadə vuruğu varsa, o qədər sadə böləni var. Çıxıram 2 dənə sadə böləni və 1-ni çıxıram. Çünki 1 nə sadədir, nə mürəkkəb. Və cavab eləyəcəkdir 5 dənə. Yəqin ki, yazmışdınız, hə, C variantı 5. Bəli, yazmışdım mən. Yaxşı. Ay sağ olun. Bax, mən sizə yenə deyirəm, ha, müəllimlər, bax. Çalışın özlərinizdə. Mən sizə keçən dəfədən də xəbərdarlıq elədim ki, naturalı təkrarlayıb elə girin. Yəni, naturala aid nə düstur var hamısını. 3 dərsi biz dalbadal natural eləyəcəyik. Yaxşı müəllimlər? 3 dərs sərasər natural işlənəcək. Çünki naturaldan Hələ gözləmədiyim olmuş. yazamadığınız varmı? Məncə yox. Xeyr, məndə yazamadığım olmuşdu. Yəni, belə deyək də, bu dərsə bütün düsturları bilmədən daxil olan müəllimin artıq günah özündədir. Düsturu öyrən, sonra gəl. Çünki biz bunu dəfələrlə danışmışıq. Elə müəllimlər? Düsturu hardan öyrənəcəyik? Canım gözüm, bax o qədər qayda kitabı var. Hər riyaziyyat müəlliminin özünün bir qayda kitabı olmalıdır. Nailə Axundova yaxşıdır, Rəvanə Dövlətova yaxşıdır. Mütləq sizin nəzəriyyəniz olsun. Müəllim, bu tiplərin qaydası nədir? Nailə Axundova məsələn mən bəyənirəm. Bölürəm 2-yə 180, bölürəm 2-yə 90, bölürəm 2-yə 45, bölürəm 3-ə 15, bölürəm 3-ə 5, 5. Deməli, alındı nə? 2-nin kubu vuraq 3-ün kvadratı vuraq 5. Müəllimlər, natural bölənlərinin hasili deyəndə, natural bölənlərinin sayını tapacağıq. Neçə dənə natural bölənimiz var? 4 vur 3 vur 2 qədər. Hardan gəlir bu 4 vur 3 vur 2 müəllimlər? A plus 1, B plus 1, C plus 1-dir də. Prosta hər dəfə uzatmırıq da bunu. 24 dənə natural böləni var. Deməli, 360-ın üstündə 24 bölək 2. Yəni, natural bölənlərin hasili ədədin üstündə natural bölənlərin sayını 2-yə bölürsən.
Yəni 360-ın üstündə 12. Yəqin ki, yazmışdınız müəllimlər. Bunu səhv yazmışam müəllim. 24 yazmışdım. Yox, Mən baba. 2-yə bölməmişəm. Hə, 2-yə Bəli, bölünmə. bəli. Görürsüz, yaxşıca təkrarladıq. Haydi O- bakalım müəllimlər. Mənim 13 qaldı. Hə, 13 qaldı. Deyəndə 13 niyə qaldı ki? Hə, 13-ü də demişdim. İndi 15-ə baxacağıq. Deməli 13-də 48-dən 144-ədək ədədlər içərisində 144 ilə qarşılıq sadə olan neçə natural ədəd var? Müəllimlər, belə düşünək də. Yadınıza gəlir Evklit düsturu deyirik biz. Evklit. Xatırlayırsınız həmin düstur. Ədədin özü vurulsun, bir çıxaq. 1 minus A-da 1, 1 minus B-də 1. Bəli, bəli. Bəli müəllimlər. Amma 48-dən 144-ə qədərdir. Bizim dediyimiz düstur elə bil ki 1-dən 144-ə qədərdir. Aydındır müəllimlər? Onda 48-dən dediyinə görə yəni 48-i nəzərə alacağıq orada 48-ə qədərləri. Yaxşı? İndi 144-ün özünü sadə vuruqlara ayırsaq 72, 2-yə böləcəm 36, 2-yə böləcəm 18, 2-yə böldüm 9, 3, 3. Eləmi? Müəllimlər, 144-ü vuracam. Deməli, ədədin özü, yadınıza gəlirmi? Qayda belə idi də. Ədədin özü vurulsun, 1 çıxaq A-da 1, 1 çıxaq B-də 1 və s. Bu düsturla gedirdik də. 144-ü vuracam. Mən amma ümumi tapıram. Hələ 48-dən sözünü nəzərə alacam axırda. 1 çıxılsın 2-də 1, müəllimlər. 1 çıxılsın 3-də 1. Düzdürmü? Başqa bir şey də yoxdur burada. İndi 144 vurulsun. 1-dən 2-də 1 çıxırsan 2-də 1. 1-dən 3-də 1 çıxırsan 3-də 2. Bunlar ixtisar gedir müəllimlər. 2 dəfə 24-ün içində 4, 48 dənədir toplamda. Elə? 48. Axı bizə deyir ki, bax qulaq asın. Deyir 48-dən 144-ədək. Onda Mehbari müəllimə 48-dən dediyinə görə o 48-i necə nəzərə ala bilərik? 48 ilə qarşılıqlı mən də onu düşündüm ki, 48-inkini tapıb çıxsaq daha məntiqli olacaq. 48 ilə qarşılıqlı sadələri. Baxaq. 48 vurulsun. 48-in bölənləri hansı idi? 2 üstü 4. Elə? 2 üstü 4, 16. Vuraq 3. Aha. 1 çıxaq 2-də 1. Vurulsun. 1 çıxaq 3-də 1. Yəni 48 vuraq 2-də 1. Vuraq 3-də 2. Elə müəllimlər? 6 ilə də bu getdi. 16 dənə də buradan müəllimlər. 48-dən də 16-sını çıxanda 32. Cavablarda 32 var idi ümumiyyətlə. Var idi? Bəli, var. Hə, C var. var. Ay sağ ol. Silməzdiniz də yazın. Silmədim müəllimə, sadəcə cavaba görə qaytardım. Deməli, Evkliti 2 dəfə eləyirsən. Birinci başdan 144-ə qədər, sonra başdan 48-ə qədər. Axırda bunları bir-birindən çıxırlar. Bunun adı Evklit düsturudur müəllimlər. Məsələn, sizə sual verə bilər ki, məxrəci 150 olan neçə dənə ixtisar olunmayan düzgün kəsir var? Bu yadınıza düşəcək. Yəni O da bu qarşılıqlı düsturdan hesablanır da müəllim. Bəli. İxtisar olunmayan sözü deyir və yaxud da ki, qarşılıqlı deyir, sadə deyir. Məsələn, belə deyir. Onun da axıra qədər belə getmirdi ya. Onun ucu qısa form, o birisi kimi, birinci kimi Hədə o birisi deyir. kimi o heçində burada prosta 48-dən sözü vardı ya, ikisinin bir-birindən çıxmalı. Amma Burada normalda şərt qoyubdu, yəni 2 dəfə təkrar elədi. burada şərt var axı müəllimə 48-dən nəzərə alırsınız. Ya Allah, müəllimlər təkrarımız necə gedir? Bir şey xatırlaya bilirsinizmi? Əla müəllim. Mən belə yerdə. Tamam, все, əla. Amma qaydaları təkrarlayın gəlin, yaxşı? Həmişə dərsdə birə bax mənim özüm müəllimlər keçmişdə, yəni tələbə vaxtımdan zaten da elə indinin özündədir müəllimlər. İndi daha türk kitabları işləyirəm, amma o vaxt həmişə sıfırdan işləyirdim. Mütləq bax üçbucaq işləyirdim elə müəllimlər. Üçbucağa aid bütün düsturları yerlə yeksan eləyirdim.
Hamısını qəşəng öyrənirdim, özə dərk eləyərək ha. Ondan sonra başlayırdım test işləməyə. Heç vaxt düstur, qayda öyrənmədən mən testi YouTube-a arxayın olub test işləməmişəm. Həqiqətən. Heç vaxt işləməmişəm ha. Dərk eləyirəm sonra. Hazırdır müəllim. Qoy bir dənə fikirləşsinlər müəllimlər də. Vaxt sürətimiz artmalıdır bizim. 12.000 ədədin tam bölənlərin neçəsi 48-in bölünənidir? Müəllimlər, 48-in adını çəkir elə, qorxmayın. 12.000-i bölün 48-ə. 48-ə bölsək, neçə dəfə düşər qoy görüm. 120-ni bölürəm 48. 12.000-i qoy bölüm 48-ə. Bölək 48-ə. 120-nin içində 48 2 dəfə. 96. Ondan 6, 4, 11-dən 9 çıxanda 2. 240-ın içində də səhv etmirəmsə 5 dəfə düşür. 240. Düzdür müəllimlər? 250. Müəllimlər, yerdə qaldı nə? İndi bax 250 48-ə böldüm, əlimin altında 250 qaldı elə. 250-nin natural bölənlərinin sayını tapacağam. 250-ni də necə yaza bilərəm? 5-in kubu vuraq 2 şəklində. Düsturumuz da natural bölənlərin sayı düsturu da A plus 1, B plus 1, C plus 1 olduğuna görə müəllimlər və s. 3-ün üstə 1 gəlsən 4, 1-in üstə 1 gəlirsən 2, 4 vur 2, 8. Yazmışdıq ay müəllimlər. Müəllim tam deyir, 2-yə vurmaq lazımdır. Neçəsi? Bir dəqiqə. Tam Ay deyirsən. tam sözünü oxumamışam, üzr istəyirəm. Natural bölənlərin sayı 8 dənədir. Tam bölənlər dediyinə görə bəli, 8 vur 2 16 dənə. Yəni bir ədədin əgər məsələn natural böləni 5-dirsə, onun həm də tam böləni -5-dir. Ona görə də biz naturalı tapıb 2-yə vurmalıydıq 16 dənə. Bəli, burada tam sözü var idi. Diqqətli olmaq lazım idi. Gəlsin öyrənirəm nələr işləyirsiniz. Verin mənə deməli verəcəksiniz. Müəllimlər verin. 13-ü verin mənə. 14-ü verin mənə. 14-ü və 16-nı verin. Yaxşı? 13, 14, 16. Çünki o birlər yaza biləcəyiniz şeylərdir. Bir nəfər mənə, Nigar müəllimə, mənə köməkçi ola bilərsiniz. Deməli, biz həmin qrupu yaradaq müəllimə, bu təkrar qrupunu. Telegramda da natural ədədlər sınaqları doludur. İndi mən də nə düşür olar deyəcəm sizə. Onlardan da yükləyək qrupa. 3 gün biz dalbadal natural işləyəcəyik. Amma düşənləri də, bu birləri məsəl üçün müəllimlər mən bilirəm ki, yazacaqlar da ədədin neçə onluğu var. Onun üçün vaxt aparmağa ehtiyac varmı müəllimlər? Yox, bəli Məmməd, düz deyirsiniz. Hədə uşaq deyirik ki, bir-birimizi niyə alladırıq? Onu yazacaq. Məsələn, Əçop 120 ilə 720-ni tapmağa nə var ki, biz səhərin bıçağında yalandan açaq canlı yayımı deyək ki, hə, gəlin bunu işləyin. O sizi aldatmaqdır. Onu zaten bilirsiniz. Elə şeyləri təkrarlayaq ki, o sizdə nəyisə xatırlatsın. Haydi bakalım. Yazın sizə. Deməli, deyir, AB natural ədədləri üçün əbob AB 30-dur. Ortaq olmayan sadə vuruqların hasili 6-dır. Məmlər, çox rahatdır. Əşobun düsturunu xatırlamalıydınız. Əşobun düsturu nə idi? Kök altında ABC. Elə. Amma, indi qulaq asın, əbobunu veribdir, ay məmlər, bizdən əşobunu istəyir. Gözəl insanlar, mən bunu bilsiz nə edərəm? Əbobu 30-udursa, ortaq olmayan sadə vuruqların hasili 6-dır. Mən 6-nı bilsiz necə yazaram? 2 vur 3 kimi yazaram. Qarşılıqlı sadə ədəd kimi. 30-u bir Yəni bu hazır düsturu var. Məmə lazım deyil. Sadə. Məmə lazım deyil. Əslində Əkob AB bölünsün Əbob AB-dir. Yazaram ondan. Qoy bunu da deyim. Bilirəm Əkob AB bölək AB-dir. İndi qulaq asın. Bu yolla getdim. Qoy təkrar olsun sizə. Ədədimizin biri 2 vur 30 60-dır. Digəri 3 vur 30 90-dır.
60-la da 90-ın əçobu 180-dir. İndi bir dənə də yol deyərəm sizə. Bizim belə bir düsturumuz var, müəllimlər. Əçob AB 6-cı siniflər keçirlər də, bunu bilirsiniz yəqin. Bəli. Bölünsün əbob AB nə verir ay müəllimlər? S Deyir. qaydası verir. Yəni S-miz də 6-dır. Əbobumuz da müəllimlər 30 olduğuna görə çarpaz vuranda elə 30 vur 6 180-ı buradan almışdınız. Sonra məsələn baxaq 14-ə. 14-də AB-ni verib, S-ni verib. Bu da yenə düsturdur müəllimlər. Əbobun düsturu nə idi? Köş altında AB bölək S. AB bölək C. Orada 4032-ni 7-yə böləndə Mehpari müəllimə neçə alınmışdı orada? 576. 576-dan da 24 çıxır. D variantı. Sonra deyir ki, 12-dən kiçik, 12 ilə qarşılıqlı sadə neçə natural ədəd var. Bax, bayaqları işlədiyimiz F-qeyd düsturudur. Düstur nə idi? Ədədin özü vurulsun, 1 çıxaq A-da 1, 1 çıxaq B-də 1 və s. Düzdürmü? 12-ni vurursunuz. 12-nin sadə vuruqları 2-nin kvadratı vur 3-dür. Yəni 1 çıxaq 2-də 1, 1 çıxaq 3-də 1-ə müəllimlər. O da bərabərdir. 12 vur 2-də 1, vur 3-də 2. Bunlar da ixtisar gedir. Cavab olacaq 4 dənə. Yəqin ki, yazmışdınız, hə müəllimlər? Bəli, müəllim. Ay sağ ol, qəşəng əlacısınız. Sonra, hə. Müəllimlər, yazın 17, 18, kənar səsləri bağlayın. 17, 18. Hələ vaxtımıza var da getməyinizə. 16-ın da yox. Aha. Bizə dəqiqə. 16-ını vermişdim ki, mən 16-ını dedim də 4 dənə. 17, 18 dayanın müəllimlər. 19, 20, 21, 22, 22. Venn diaqramı düşməyəcək. 22. Bunları yazın. Soldan 22-yə qədər. Haydi bakalım müəllimlər. O burada parça-parça yazırsınız. 15-in natural bölənləri 1-dir, 3-dür, 5-dir, 15-dir. Yəni 4 dənədir. Özünüzü yormayın. Cavab C variantı. Sonra ədədi 30-a bölükdə qalıqda 17 alınır. Bu ədədin 6-ya bölünməsindən alınan qalıq. Bu tiplərdə qalığın özü ilə işləyin. 17-ni 6-ya bölün. Qalıq 5-dir. Yəni A variantı. Sonra gəlir 19-cu sual. Müəllimlər, 4x-lə 6x-in əbobu nə verəcək? Əlbəttə ki, 2x. 2x-i 20-yə bərabər eləyəcəksiniz. X də bərabər 20-ni böləcəksiniz 2-yə, o da eləyəcək 10. Yəni C variantı. Sonra baxaq növbəti 20-ci sualımıza. Müəllimlər, səsləri açıq saxlamayın qətiyyən, xahiş edirəm. Səslər bağlı olsun. Əçob AB bərabərdir 15-ə. Mənə deyir ki, AŞTQB cəminin ən kiçik qiyməti. Ən kiçik qiyməti deyirsə, A-ya 3 deyirəm, B-yə də 5 deyirəm. Bunların da cəmi 8-dir. Ən böyük qiyməti desəydi, 1-nə 15 deyərdim. Məsələn, 1-nə 5 deyərdim. Cavab da olardı 20. Amma məndən ən böyük soruşmayıb ki. Ona görə də ən balacanı düşündüm. Bu tiplərdə də 21 tipində müəllimlər. 3A bərabərdir 5B. Bu bunun padruqasıdır. Yəni tamamlayıcı vuruğudur. A-ya 5K deyəcəksiniz müəllimlər. B-yə 3K deyəcəksiniz. 5K ilə 3K-nın əbobu nə verir bizə? K verir. K-nız 12-dir. Bizə də deyir B-ni tap elə. B-miz 3K olduğuna görə 12-ni vurursunuz 3-ə, o deyir 36. Yəni Y variantı. Sonra müəllimlər, baxaq 22-ci suala. 22-ci suala A çıxaq B vuraq A üstəgəl B 13-dürsə, nəyə varanda 13 söyləyir? 1 vuraq 13. Deməli, belə çıxır ki, mən A çıxaq B-yə 1 deyərəm. A üstəgəl B-yə də 13 deyərəm. Bunlar da sistemi tənliyi tərəf-tərəfə həll eləsək, 2A edəcək 14-ə, A-nız 7-dir. Gətirib yerinə qoysaz, A-nız 7 olacaq, B-niz 6 olacaq. Deyir, indi 2A üstəgəl B. Yəni 2 vuraq 7 üstəgəlsin, B-miz neçədir? 6.
14 ilə də 6-yı toplayırsan 20. Yəqin ki, yazmışdınız, hə müəllimlər? Bəli, müəllim, düz oldu. Bəli. Yəni aşağıda baxın da 23-dən 24-ə də baxın. Aha, aydın oldu müəllimlər? 23-24 gəlməz müəllimlər. Yazdım. 23-24-də bilirsiniz necədir? Mən bunu əslində güvənin sualıdır bu. Bura yazırsınız, sadə vuruqlardır elə 2, 3, 5 elə. Əkobu nədir 2, 3, 5-in? Əkobu eləyəcək 30. Bizə nə istəyir? Qara yeri. Harda qaranı alsaz birinci odur. Əbob abi. 6 ilə 15-in əbobu neçə verir müəllimlər? 3 verir. Deməli cavab B variantıdır. Əgər kim İndi bir- şəkillə işləmək istəyirsə, özündən rəqəm verib Belə işləyir. baxanda bir iki kəsişməyən görsənir. Bəli, Əbu tək olar. bəli, ortaqlardır. Yəni bunlar gələsi deyirlər müəllimlər heç. Yəni Niyə orada 2, 3, 5 qoyduq? Ən kiçik sadə hərfləri qoyduq. necə? Orada 2, 3, 5 qoyduq. Onları onun nə səbəbə qoyduq 2, 3, 5-i? Sadə dəftər qoydum da özümdən yalandan 2, 3, 5 qoydum. Heç qoymasaydıq da yenə tapılır da çünki əbub ancaq kəsişməyən bir rəqəm. Ortaqdır, bəli, kəsişməni göstərir. Ona görə elə əbob olduğu zaten bəlli idi. Sadəcə mən sübut eləmək istədim də sizə ki, həqiqətən də bu əkobdur. Aydındır müəllimlər? Sonra natural. Qoy görüm başqa sınaq varsa 5-10 dəqiqədə işləyə bilərik. İşə neçədə gedirsiniz? Müəllim, 10 dəqiqə tez gedə buraxa bilərsinizmi bizi 10-ca dəqiqə? Neyse, onsuz da Gedib qurtardıq. çatdırırıq. Onsuz da qurtardıq. Nə qədər işləyək. Hə, onsuz da 3 gün mən sizlə davadal şey işləyəcəm. Başlasaq daha yaxşı olar da. 5-də ilə burada kimsə dura bilər. Yaxşı. Sё, müəllimlər, gedin, dincəlin, işinizə gedin, işinizə vand olsun, sağ olun, var olun. Ay gün müəllimə 7 tamamda